çekerik baharı. Gün açır kalbimizin en şirin arzuları. Gün açır kalbimizin en şirin arzuları. Anadır arzuları her zaman Qarabağ. Danışan bir dudağın tarkanıman Qarabağ. Qarabağdan Qarabağdan. Anadır arzuları her zaman Qarabağ. Danışan bir dudağın tarkanıman Qarabağ. Qarabağdan Qarabağdan. Qarabağdan Qarabağdan. Bu çəmənlərdə gəzir Vaqifin şürt güzəli. Bu çəmənlərdə gəzir Vaqifin şürt güzəli. Ruhunu buradan alır Natavanın gəzəli. Ruhunu buradan alır Natavanın gəzəli. Anadır arzuları hər zaman Qarabağ. Danışan bir dudağın tarkanıman Qarabağ. Qarabağdan Qarabağdan. Anadır arzuları her zaman Qarabağ. Danışan bir dudağın tarkanıman Qarabağ. Qarabağdan Qarabağdan ayırdım. Qarabağdan Qarabağdan ayırdım. Əla, təşəkkürlər, təşəkkür edirəm. Tamaşaçılarımızdan Bakı Dövlətin 1-ci kurs tələbəsi Rufanə Məmmədova yazır ki, maraqlıdır, Koreyalı gənc müğənni ilk dəfə kimin ifasında və harda eşidib? Bir diskə qulaq asmışsınız, kim olduğunu bilirdiniz, yoxsa ümumiyyətlə Azərbaycan muğamı idi? Ümumiyyətlə Azərbaycan muğamı idi. O da Mənsur müəllimin səsdə var idi və Arif müəllimin səsdə var idi. Və sonda, təbii ki, bu Azərbaycanın böyük uğurudur Həsən bəy. Sizin də təbii ki, burada xüsusi zəhmətləriniz var. Sonda sizin fikirlərinizdən biz burada proqramımızı başa çatdıraq. Buyurun. Çox sağ olun bizi bura dəvət etdiyiniz üçün. Bizim ilk yayımımız Xəzər Tevalovdur. Bəli. Mən sizə çox təşəkkür edirəm. Təbii ki, bu Azərbaycanın bir mədəniyyət uğurudur. Bəli, mədəniyyətidir. Mən çalışacağım ki, Koreyalını elə öyrədim ki, gedib Koreyada bizim Azərbaycanın mədəniyyətinin irsini, kökünü qoruyub saxlasın. Mən bunun üçün çox çalışıram və bütün hamınıza təşəkkürümü bildirirəm. Dostlarıma da təşəkkürümü bildirirəm. Gəldilər, köməklik verdilər bizə. Allah sizlərə xoşbəxt eləsin. Biz də təbii ki, növbəti proqramlarda yenə sizləri dəvət edəcəyik. Vaxtımız burada başa çatır. Minnətdarıq, gəldiniz.